Qətiyyətlə davranın. İndi belədir, bu azdır. Hələ biri mənimdir. Siləylə. Biri mənimdir. Damdan olsun, asaqallar. Yanında da yapsın. Allah'a şükür lazım ya. Gel bak, gel. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah razı olsun. Allah behiştlik eləsin. Bugün bizim həmyerlimiz Sovet İttifaqı qəhrəmanı, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin anım günüdür. Allah bizim ulu öndərə Heydər Əliyevə Allah rəhmət eləsin, onun bəraət almağında, bugün onun tanınmasında, o kinonun filmin çəkilməyində böyük rolü olan Allah Heydər Əliyevə də rəhmət eləsin. Oğlu İlham Əliyevə də Allah can sağlığı versin. Bu cemaat bu günləri biz buraya yığılmışıq. Mehdinin anım gününə. O bizdən ötürü canından keçir. Allah ona rəhmət eləsin. Ümumiyyətlə şəhidlərimizə Allah rəhmət eləsin. Allah Mehdi Hüseynzadəyə də rəhmət eləsin. Behiştlik olsun. Çox sağ ol. Allah sənə də can sağ. Hamımıza böyük iş görmüşsünüz. Doğrudan da Nuhbal əmioğlunun böyük zəhməti var burada bu işlərdə. Bir də 44 günlük hal-hazırda zəfər günləridir. 27 sentyabrdan 8 noyabraycan. Burada bax o yazılı burada. Biz Mehdi Hüseynzadənin simasında Qarabağ şəhidlərimizi hamısını bugün burada yad edəcək. Allah olan ruhlarını şad eləsin, bizə duaçı eləsin. Biz sizin nökərimizik, xidmətinizdəyik, qulluğumuzdayıq. Çox Bu yolda Hacı bizə Abşeron rayon icra nümayəndələri, Bakı şəhəri, Mehdiyabad kənd icra nümayəndəsinin bizə çox böyük köməklikləri olub. Bizi gülər üzlə, xoş üzlə qarşılayıblar. Hacı ilə biz bura 8 aydır gəlib gedirik. Çox gözəl ünsiyyətlə bizi qarşılayıblar. Burada Ağsaqqallar Şurasının sədri var. Mehdiyabad kənd Ağsaqqallar Şurasının sədri var. Qurban müəllim. Qurban müəllim var. Allah ona can sağlığı versin. Sonra burada icra nümayəndəsi var. Mehdiyabad kənd icra nümayəndəsi var. Bizə həmişə xoş münasibət, gülər üz göstəriblər, dərdimizə çarə eləyiblər. Biz də çalışırıq, vuruşuruq, Mehdiyabad cəmaatı, Bakı kəndlərinin hər kənddən burada nümayəndə var, Novxanı cəmaatı. Biz çalışırıq ki, Allahın köməkliyi ilə, Abşeron rayon icra nümayəndəsinin köməkliyi ilə, Mehdiyabad icra nümayəndəsinin köməkliyi ilə Mehdiyabadda bir Mehdinin heykəlini, büstünü qoyaq ki, o gələcək nəsil də bilsin ki, bura əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin adını daşıyır. Cevapları yumuşak. Problem koy yaşına ya. Bunu da bağlarsak kalın. Biz bura Novxanı kəndindən təşrif buyurmuşuq. Gəlin burada boşluq var. Məndən qabaq ağsaqqallar, alimlər, hacılar söhbət danışdılar, söz dedilər. Onlardan sonra söz demək biraz çətindir. Amma yenə bir kəlmə demək mənim borcumdur. Mən burada bütün Mehdi sevənləri salamlayıram. Mehdi sevənlər burada təşrif buyururlar, atıblar işlərini, yüzlərini ki, Mehdinin simasında bütün şəhidlər qabağında borclarından. Biz ömrü boyu, onlar canımızla, ömrümüzlə onlara borcluyuz. Bugün bizim firavan yaşamamızda şəhidlərin qiymətsiz rolu var. Bizim borcumuz onları yaşadaq. Onların adına küçələr, parklar, idman zalları, turnirlər keçirdik. İllər keçəcək, biz keçəcəyik bu dünyada, amma şəhidlər ölməzdir. Onlar yaşayacaq və həmişə yaşardılar. Çalışırıq ki, biz onların adını uca tutaq. Onların adları bizim qəlbimizdədir. Ben bir kəlmə söz deyim. Hacı, bu yolda bizə həmişə yardımcı olan, kömək olan Qurban müəllim, Mehdiyabad kənd Ağsaqqallar Şurasının sədri bizə həmişə doğma münasibət bəsləyir. İndi yaxşı olar ki, Mehdi haqqında, Mehdiyə verilən dəyər haqqında, qoy Qurban müəllim də bir-iki cümlə ilə, reglamenti pozmamaq şərti ilə, qoy bir-iki cümlə ilə də öz təəssüratlarını bizi ilə bölüşsün. Buyurun. Bilirsiniz, hamınızı salamlayıram. Mehdi Hüseynzadəni sevməyən insan ola bilməz. Əhsən. Bu mümkün deyil. Mən əslən Göyçə müəlliməm. Mən orta məktəbdə oxuyanda
mənim sevdiyim, ona layiq olmaq istədiyim qəhrəman Mehdi Sönzəli olub. Uzun müddət Ukrayna yaşamışam. Bir dəfə böyük bir zavodun kino tətilində Nadarnik Bereqov. Onu görəndə mən əsəbləşdim ki, bu kino bir zavodda verilirlər. Mən gəldim şəhər icra hakimiyyətinə və inanın, 10 gün uzaq sahillərdə kinosu şəhərin deməli kino tətilində verilmişdir. Yəni Mehdi Sönzəli'ni sevməyən insan ola bilmez. Bu xalqımızın içərisində, dövlətimizin içərisində layiq olan qəhrəmanlar sırasında Mehdi Sönzəli də var və bütün müşahidlərimizə mən rəhmət diləyirəm. Onlar unudulmaz. Çox sağ ol. Mümkün deyil. Çox sağ ol, Onlar unutulmaz. Hacı əmi, bir kəlmə də deyim, elə bir kəlmə artır sözümüz. İçəridə bizim böyük tədbirimiz olacaq, Allah qoysa. Deməli, bizim məclisimizdə burada əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin adını daşıyan Mehdi Hüseynzadəmiz iştirak eləyir. Qoy o da öz təəssüratlarını dayısı haqqında, Mehdi haqqında, qoy Mehdi də öz təəssüratlarını bölüş. Buyurun Mehdi müəllim. Mehdinin simasında Mehdi Hüseynzadə dayısıdır. Mehdi Hüseynzadənin bacısı oğludur. Adı da Mehdidir. Bu təbərrükdür. Bu Mehdi Hüseynzadənin ətlidir. Mehdi Hüseynzadənin ruhudur. Bu kişi onun simasında biz Mehdi Hüseynzadənin həyatımızda, ruhumuzda yaşayırıq. Bir neçə kəlmə Mehdi müəllim dizin. Buyur doktor. Bilirsiniz, Mehdi bütün Azərbaycan xalqının sevimlisidir. 2007-ci ildə bizi dəvət eləmişdilər Sloveniyaya. Deməli, Sloveniyada orada Mehdinin büstünü açırdılar, birinci büstü. İnanırsınız, hara gedirdi, eşidəndə ki biz Mehdinin qohumuyuq. Hamı deyirdilər ki, Mikhail это наш герой, Mikhail это наш герой, мы его очень любим. İnanırsınız, ondan elə şeylər danışırdılar ki, o necə vətənpərvər, necə insansevər bir adam idi. Şimdi mən onun adını daşıyıram. Mən də cəhd eləyirəm ki, Mehdi kimi özümü layiq, Mehdinin adına layiq bir hərəkət eləyəm. İnşallah sən hələ Mehdinin adına layiqsən, biz Mehdinin ətrini süzdən al. Mən bir dənə kəlmə demək istəyirəm, biz içəri keçməliyik, vaxt yaxınlaşır. Mehdi Hüseynzadənin ailəsi çox ruhani ailə olur. Mən hələ Mehdi müəllimdən bir neçə kəlmə söz eşitmişəm. Mehdi Hüseynzadənin adı Mehdi Qulu olub. 12-ci imamın adıdır. Mehdi imamımıza. Gör nə qədər bir ailə, imanlı ailə olub ki, övladlarının adını Mehdi qoyar 12-ci imamın qulu. Babası da Hüseyn Qulu olub. İmam Hüseyn, biz deyirik Hüseynzadə, Hüseyn Qulu. Yəni bu insanlar ruhani adam olub, Allaha inanan adamlar olublar. Ona görə də bu günləri möminlər bunlardandır. Bax görürsünüz ki, Sovet vaxtından bu adın həm Zadədir, Hüseynzadədir. Həm də Mehdi Hüseynzadə. Bu zadə sözü bilirsən ki, bizim müsəlman soyadıda olduğumuzu bildirir. Ona görə də Allah hamımıza kömək olsun, xahiş edirəm. Keçək içəri, meclisimiz davam edəcək. Bəli. Şimdi gedək içəri, buyurun. Çəkkinlə bunları geri qabaqdan. Yaşından buraya. Bir daha yığışsınlar, bir yerde çekmemiz düştü. Otur biraz kabağa ya. Allah sənin də canını sağ olsun.
Fikret onu hara qoysun ki, yaxşı, yaxın olsun. Atın rəhmətlilə bir dəfə bizə nağd eşitdi. Abu Sədəmin oğlu toyunda. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر ليلة القدر خير من 1000 شهر تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر بسم الله الرحمن الرحيم أرأيت الذي يكذب بالدين فذلك الذي يدعو اليتيم ولا يحض على طعام المسكين فويل للمصلين الذين هم عن صلاتهم ساهون الذين هم يراءون ويمنعون الماعون صدق الله العلي العظيم. Salavat Peyğəmbər canına. Bütün Mehdi Hüseynzadənin simasında bilirsiniz ki, zəfər günlərində bütün Qarabağ şəhidlərinin ruhlarına salavat çəkir. İnansız, Allah hamımıza can sağlsız, bizim böyləmiz, mən gənc də deyirəm də, qulluğumuzda biz hazırıq. Bu yolda məni də qulluğa göndərsəz gedəcəm. Bir də xahiş edirəm ki, mən burada onu demək istəyirəm ki, mənim ürəyim doludur, çox danışıram, amma mən görürəm ki, burada hamısına ola bilər ki, ürəyində sözləri olsun, bir söz verəcək sizə, qohumu da danışsın, dostu da, hamımıza bizim axşamıcan vaxtımız var. Lazım olsa buranı bağlatdırırıq, gecə də oturaq. Müstəqildir. Kim demək istəyir? Bəli, müstəqildir, yəni ki, işarə eləsin, sözü verək ona. Bir, bunu dedim sizə çatdırdım, bir də onu istədim çatdırım sizə ki, mən bir ümumi bir məlumat kimi sizə istədim çatdırım ki, bu məsələnin əvvəlinə. Əvvəla budur, Mehdi Hüseynzadə dünya miqyasında tanınmış bir insandır. Dünyanın bütün ölkələrində Mehdi Hüseynzadə həm Mehdi elə bir qeyri-adi bir insandır Mehdi. Yəni, bunu tarix oxuyanlar bilir, tərcüməyə halını oxuyanlar bilir. Mehdi Hüseynzadə qeyri-adi, yəni 7 dənə səlis dil bilib bu, 7 dənə səlis dil bilib bu. Həm rəssam olub, fikir ver almaya. Gözəl əsrləri var, onun muzeydə orada, onun gözəl ərq işləri vardır. Həm keşfiyyatçı olub, həm zabit olub, həm şair olub. Gör, nə qədər gedir bu? Şair təxəllüsüdür, qürbətzadıdır. Məktub yazır, məktubları var da, bacılarda yazan məktub şeirləri var. Mən də onları uzatmıram, qısa deyirəm. Mən bu zonada yaşayıram.
Bizim məktəbimiz Mehdi Hüseynzadənin adı nə idi o vaxt? Sovaya vaxt. O vaxt Mehdi Hüseynzadənin bacıları gəlirdilər onun bugünkü günündə bizim məktəbdə iştirak edirdilər. Orada tamaşa qurulurdu, Mehdi Hüseynzadəni göstərdilər. Lan bacıları başlayırdı ağlamaya. Yəni ki, mənim uşaq cavan idik də, biz onda 6-da, 7-də, 9-da. O mənim yadımda qalmışdı da. Sonra elə oldu ki, mən gəldim Moğxanıya, Mehdinin bacılarını dedim, bizim dostumuz var, Məlik Əmioğlu. O ilə gəldik. Mən onların bacılarının şəkillərini görəndə orada, dedim, mən bunları tanıyıram. Mən bunlardır. Birinin adı Hürriyyət idi, bir xanım. Laf elə bilən ki, elə bir dünən görmüşəm. Allah onlara rəhmət etsin, ruhlarını şad etsin. Mən nə üçün gəldim bura? Biz elə Mehdini istəyiriksə, Mehdi əbədiyyətdədir. Amma onun atasının qəbri orada, anasının, öz atamız belə yatasını, bacılarını öz bacılarımız bilək. Necə bayram günlərdə öz əzizlərimizin qəbrinin üstünə gedək, biz elə Mehdinin simasında gedək, onun anasının, atasının, o mənada getmişdim. Mehdi haqqında gəldi deyirəm, burada söhbət böyükdür. Burada əsas 3-4 kəlmələr deyim ki, əsas mətləbə keçim. Mehdi Hüseynzadə 2 dəfə Sovet İttifaqı qəhrəmanıdır. 2 dəfə. Qısa deyirəm ha, hamısını ya, söhbət böyükdür. Birincisi odur ki, onun sağlığında, bəlkə Mehdi müəllim, mən düz deməsəm, sən mənə düzəliş ver. Onu mən oxuduqlarımı deyirəm. Onun sağlığında mən 44 nəfər, 40 nəfər zabitə sağlıqlarında o vaxt Sovet İttifaqı qəhrəmanı adı veriblər. 44 olub, ya 40 nəfər adam. Onlardan da biri Mehdi Hüseynzadə olub. Hamısını veriblər Sovet İttifaqı, Mehdiyə verməyiblər. Mehdi Hüseynzadə üçün şərt qoyublar. Bu şeyi sən eləsən, sənə verəcək və eləməsən pis olacaq. O cürmüdür ki, Mehdi Hüseynzadə də qəbul eləməyib, etiraz edib. Dahi şəxsiyyətlər olub, Məmməd Əmin Rəsulzadə, İsrafil Beyov, Fətəli Bey Düdəngiski. Bu üç adamı öldürəsən görəysən, Mehdiyə deyiblər. Ona görə Mehdi etiraz edib. Və onlar bunu ilə düşüblər, Mehdi ilə düşüblər. Sonra Mehdinin adına vətən xaini, filan belə töhmətlər, yalanlar, iftiralar vururlar. O medalı ona verməyiblər. O birinci sağlığında verilməlidir. Sonra ki, Mehdi Hüseynzadə, gəl edirəm, qısa deyirəm ama, Mehdi Hüseynzadə ki, şəhid olur, 44-də şəhid olur, 2 noyabrda, bugün ona görə biz yığılmışıq, Mehdinin anam günündə, şəhid olur. Təsəvvür eləyin ki, mən tarixdən oxumuşam ha. Onun üçün 46-cı ildə axtarış, cinayətkar ki, bunu axtarış verirlər. Kişi 44-də şəhid olub. Axtarış verirlər onun üçün ki, cinayətkardır, tutmaq lazımdır filan. Rastrillət müəmmisti. Əhsən, tutan kimi yerilicə öldürülür. Əhsən Mehdi müəllim. Yəni bunlar, o da bilir, çox adam bilir. Yəni mən bunu nə üçün dedim? Allah o ki, dövr gəlir. Deməli, həlakından 13 il sonra, 1957-ci ildə Mehdi Hüseynzadənin adı qeytərilir. Özdə başlayanlar İtaliyadan olurlar. İtaliyadan, Sloveniyanın böyükləri, arxivləri çıxardırlar, bu düzgün işlər, bu kişi başqa bizi xilas edeyim. Sloveniyanın xalqınız xilas edeyim. Onlar Bakıya gəlmişlər. Bəli, bu yandan da Allah bizim ulu öndəri Heydər Əliyev cənablarını qəni-qəni rəhmət eləsin. Azərbaycanda onun haqqını, Mehdinin haqqını ondan yüksək heç kim qaldırmayıbdır. Təkcə bir də onu deməyim mən ki, uzaq sahillərdə kitabı yazılsın, povesti, ya uzaq sahillərdə filmi çəkilsin, yox. Ulu öndər, onu elə haqqını yox, bütün ölkələrlə, Moskva ilə, bütün orqanlarla, hamısından danışıb Azərbaycanda onun, bir dənəsini deyim, daha çox işləri görüb, biz qısa danışıq, hamına söz çatsın. Birini deyəcəm sizə, bu günləri biz elə ona görə bura yığılmışıq. Heydər Əliyevin, kim də istəsə geçsin, sosial şəbəkə araşdırsın, tapacaq bu sözü. 1973-cü ildə heykəl qoyuldu. Avtovağzal, köhnə avtovağzaldır. O da Ulu Öndərin göstərişi ilə qoyulubdur. Mehdi, göstərəcəm onu da sizə. Əhsən. O da açılış oldu. O da açılış oldu 1973-cü il. Ulu Öndər orada bir dənə çıxış edib. Çox genişdir. Amma mən onu burada hamısını deyə, bir dənə cümlesini deyəcəm. Axırıncı cümlesi bu olub ki, oradakı. Deyib ki, Ulu Öndər ki, Mehdi Hüseynzadənin adı, müasirlərimizin, yəni indi hal-hazırda bir yaşayanların, Mehdi Hüseynzadənin adı, müasirlərimizin və gələcək nəsillərin hafizəsindən heç vaxt silinməyəcək. Və həmək ona gəlmişik. Ulu Öndərin vəsiyyətidir. Kim də istəsə getsin, onun baxsın orada. Heç vaxt deyir, gələcək nəsillər, bugün biz elə gələcək nəsiliyik.
Sonra bizdən sorular gələcəkdi. O Ulu Öndərin duası, arzusudur. Harda deyib, bax, dokumentlərlə gəlmişəm, bax burada deyib. Bu Mehdinin heykəli həmin yer. Ulu Öndər dayanıb burada çıxış eləyir. Çıxışı da böyüdür ya. Bir dənə cümləni deməli bildim onu ilə mən kifayətlənə bilərəm. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. İkinci, burada qeyd olundu, hamınız da bilirsiniz, görmürəm. Ondan sonra Ali Başkomandan Müzəffər Qarabağ Fatihi İlham Əliyev cənablarının gördüyü işlər Mehdi haqqında götürək elə bir dənə 2018-də təntənəli surətdə Mehdi Hüseynzadənin 100 illiyinin sərəncam imzaladığı onun üçün özü də Azərbaycanda çox yüksək səviyyədə, çox da yüksək səviyyədə onun haqqında çıxışlar elədi. Götürək 2011-i, 2011-də Ali Başkomandan Sloveni şəhərinə səyahətdə olanda, səfərdə olanda orada Mehdinin gəlib, orada kəndlər var, amma ona adlarını bilmirəm, Mehdiyə aid kəndlər var. Bütün o xalq deyib bizi azadlığa Mehdi çıxardı be. Gör, nə qədər bizim təxrimizdir, orada yaşayanlar. Ona görə Ali Başkomandan da orada çıxış eləyəndə dedi ki, bəs Mehdi Hüseynzadə elə bir qəhrəmandır ki, Mehdi Hüseynzadə elə bir deyanətlik, bizim dilimizdə qeyri-adi bir insandır ki, o öz ölümü ilə, həlakı ilə xalqları birləşdirib, qonşu ölkələri bir-birinə yaxınlaşdırıb, dostlaşdırıb, qardaşlıq eləyib. İndi bilirsiniz necədir? Biz də bu illər ərzində istəmişik ki, biz də yaşayırıq da. Allah sizə cansa, bu tarixdir. Bugün bizim bura yığılmağımız tarixdir. Nə mənada? Biz bir iş görməliyik də. Biz qərara gəldik, Nuhbalı Əmioğlu burada oturub bir yerdə, bu kişinin zəhməti çoxdur, mən olanı deyirəm, özdə ixtiyarı var, nə istəyir düşün, yəni bu doğru iş görən adamdır, bu yolda bunun zəhməti çoxdur, mən onu bir yerdə, mən nə lazım olub, tez ona zəhm vermişəm, gedək, götürək. Birdən biz qərara gəldik ki, qutarım axırıncı sözümü deyim, mən bir daha bu sözü demək istəyəm, bu da mühüm yeridir, bunu deməsək məclisun itər. Mən bu qərara gəldik Nuhbalı Əmioğlu ilə ki, veya biz burada qeyd elədik də, bu Mehdabad kəndi də Nuhbalı Əmioğluları dedi, mən təkrar eləmirəm. Səfərov da Novxanlı olur da, özü yüksək vəzifələrdə işləyib, çox özü də belə ədəbli bir insan olur. Qəbri də kənddə də ailə qəbristanlıdır. Bir kəm gedərik bunu da ziyarət edir. Yəni biz onlar yaşadıqları ruhların böyük işlər görürlər. O vaxt ki, onun vaxtında bu qəsəbə salınır, da mən qısa deyirəm buradakilər dedi. Düz 57-də saldı. Burada 70 ildir. İndi bizə Allah qismət eləyir. Allah tərəf bu 70 ilin içində Allah salıb ürəyimizə ki, biz Mehdi haqqında istəyirik ki, o dövrlər olub, bəlkə müraciət eləyən olmayıb, bəlkə yadına düşməyib, bunlarda işimiz yoxdur. Hər dövrün öz hökmü var, hər saatın öz hökmü var. Allah bizə qismət eləyib, bizim zamanımızda bu Mehdi Hüseynzadənin haqqında Ulu Öndərin vəsiyyəti olaraq biz deyəsə bir iş görək. Allah rəhmət eləsin. Allah. Ona görə də biz müraciət edik şəxsən mən, Nuhbalı Əmioğlu ikisimiz bir yer. Müraciət edik Abşeron İcra Hakimiyyətinə, Abidin Fərzəliyevə, cənablarına. Allah canını sağ olsun. Allah canını sağ olsun, sağ olsun. İnanın, elə yüksək səviyyədə mənə qəbul edildilər. Mən Abşeron İcra Hakimiyyətində olmuşam. Qəbul edildilər, dərdimiz nədir, istəyimiz nədir. Danışdım, dedim ki, biz istəyirik ki, Mehdi Hüseynzadənin dünya tanıyır onu da, öz kəndində adına olan kənddə də tanısınlar. Bizə başqa nə lazımdır? Bir də Mehdabad kəndində, bir də onun üçün balaca bir büst qoyulsun, xatirə lövhəsi vurulsun ki, gələn insanlar, məsələn, mən Ağsu, Kovliç kəndi var, uzaq sahillərdə film orada çəkilir, Kovliç. O kənddə çardaq oradadır. İndi çardaq qalıb necə lazımdırsa ya, acə pis gündədir, necə dağılıb. Mən oraya getdim, çardağa baxmaya. Mehdinin adına gelmişim. Orada, çardaq necə qalıb, orada qonşular eşitdilər, gördülər, 7 dənə kəd var orada. Qoldular, yığışdılar başımıza. Elə məhriban, ləzzət elədi ki, dedi, bunlar ki, burada vəziyyət necə? Dedi, dünyanın hər ölkəsindən bura turistlər gəlir, jurnalistlər gəlir, yazıçılar gəlir. Bütün dünya Mehdini tanıyır da, qardaş. Mənlə orada təklif də verdim ki, indi yazmışam prezidentə, o çardağı düzəltdirsinlər. Ne üçün? Tarixi bir Kənan, xahiş edirəm səndən, onu yazanda yaz qəzetə, mənim adımdan yazdı. Mən orada olmuşam, çıxışım da var o. O çardaq bir tarixi filmlər, o
filmin əsasında 300 ölkə tanıyıb, 400 ölkədə Tarixi abidədir də. Əhsən, tarixi abidədir. Bir də onu da burada iştirak. Neysə, onun ne üçün dedim? Yəni sözümün canı vardı. Bunu danışdım. Yəni biz də bir Mehdi Hüseynzadə dedim ki, biz buna görə gəlmişik. İstirik icra hakimiyyəti bizim üçün düdülər əla. Yusuf müəllim var, onun müavini. Mənə çox qəşəng danışdı. Dedi, həll elərik, biz sizə xəbər verərik. Allah canınızda oradan da çox yaxşı insandılar. Bizə icazə verdilər. Başa saldılar ki, imza toplayın. İmza toplayın. Və yəni ki, ağsaqqalların adından biz də yığışdıq. Allah, baba ağsaqqal burada oturub, o çox mehriban adamdır. Hal əhlidir, dünya görmüş adamdır. Qurban müəllim. Qurban müəllim, Allah canınızı sağ olsun. Valla billah biz 3-4 dəfə burada olmuşuq. Mən lezzət elədim, oyuna oturub söhbət elədim. Hal əhlidir, hər yerdən xəbəri vardı. Özü də ki, qonaqpərvərdir. Hətta biz ayrılanda mənə dedi ki, hərdən bir arada bir şey, bir çay süfrəsi 5-6'da dedim, Allah bu günə salır da. Arada gəldi misal üçün biz. Böyük başqadır da, böyük ki, əla oldu. O Ulu Öndərdən bu yana gəlmiş, Ali Başkomandanımız, elə böyüklər gələ ki, biz yine mehriban, bu işlər də alınır da, olmasa çətinliklər olacaq. Ona görə biz gəldik, tanış olduq, imzaları topladıq, bizə kömək elədilər Novxanı kəndindən Buzovna, Mehdabadın özündən, sonra bəzi ətraf kəndlər var, hamısı bu işi dəstəkləyir, bizim kənd adamları. Yazdıq, mən nə üçün deyirəm, bu işin kökü var, o bir tarixdir. Burada hamımızın bizim qollarımız var. Hətta Qurban müəllim sözündə burada utanmır. Bu bir tarix müraciət istedim, bunu oxuyayım ki, sonra sən də bunu çapa verərsən minnətdarlıq hissi ilə ki. Deməli, Abşeron rayon icra hakimiyyəti başçısı cənab Abdin Fərzəliyevə. Hörmətli Abdin müəllim, biz Novxanı, Mehdabad, Buzovna və sair kəndlərin qəsəbə sakinləri olaraq Mehdabad qəsəbəsində leytinat, 2-ci Dünya Müharibəsinin dövründə kəşfiyyat, əfsanəvi qəhrəman adını almış Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin şərəfinə xatirə lövhəsinin yaradılmasına köməklik göstərməyi sizdən xahiş edirik. Bildiririk ki, Azərbaycan xalqının tarixi qəhrəmanlıq səhifələrində xüsusi yer tutan vətənpərvər oğullarımızdan biri olan Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadə Abşeron rayonunun Novxanı kəndindən anadan olmuş, rayonun böyük qəsəbələrindən olan Mehdiabad qəsəbəsi də məhz Mehdi Hüseynzadənin adına əsasən Mehdiabad adlandırılmışdır. Mehdi Hüseynzadənin ailə üzvləri, bacısı oğlu oturur burada Mehdi Hüseynzadənin ailə üzvləri, qəsəbə sakinlərinin istəyi və təşəbbüsü ilə qəhrəman, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin adını əbədiləşdirmək, xatirəsini ucaltmaq məqsədi ilə qəsəbə ərazisində xatirə lövhəsinin yerləşdirilməsinə icazə verməyimizi sizdən xahiş edirik. Qəsəbə sakinləri, hamısının adları, familiyaları, bunu ilə biz müraciət etmişik. Yəni, mən bunu nə üçün oxudum? Bu həm tarixdir, həm də bizim üçün bu böyük bir diqqətdir ki, onlar bunu qəbul elədilər, bizə xəbər elədilər. Necə ürəyib? Hətta mən eşitdim ki, Abdül müəllim orada mənə zəng vermişdilər. Bu göndərilir, onlar göndərirlər nazirliyə. Nazirlik bunu təsdiq edəndən sonra mənə zəng oldu, Nuhbalan verdi zəngi, sənə də zəng oldu. Nazirlikdən ki, biz sizin göndərdiyiniz ərzə təsdiq oldu. Təsdiq oldu, qərar verilib. Sonra da mənə dedilər oradan ki, komissiya gəlib bura, Abdül müəllim də gəlib. Abdül müəllim deyib ki, balaca heykəl olmaz, büst qoymalı üçün. Oradan dedilər mənə. Ləyaqətli bir büst qoymalı üçün. O qədər ləzzət elədi mənə üçün ki, sağ olsunlar ki, bu şəraiti yaradıblar. Bu bizim vətənpərvərlik borcumuzdur bugün. Bu nöqtəyi nəzər, yəni bu iş, sonra da mən xahiş elədim ki, gəlin hələ bu işləri görmüşük, bir yığılaya hamısı. Bugün həm zəfər günləridir, həm Mehdinin anım günüdür, həm də bir növ bayram günü kimidir ki, bu meclisin xeyirlərindən biri nədir? Tanımadığı adamlarla biz indi burada tanış olacaq. Burada bəzi qardaşlar var, tanış görürük. Bu dost olacaq, gələcəkdə biz gələn də yığılacaq, ayda bir dəfə, ya gələn bir başqa kənddə çağıracaq sizi, dost gibi, belə işlərdə vətənpərvərlik işlər. Biri də bu idi ki, mən ona gördüm ki, qoy elə, burada bir dənə, biz bunu Buzovnada da keçirdə bilərdik, Novxanda hər il bunun üçün böyük, 22 dekabrda anadan olan gün, böyük yerdə, hər kənddə, məsələn, bizim burada Hacı İntiqama yanında dayanmışsın, və bu kişi,
Mehdi Hüseynzadə elə bir məclis elədi ki, elə bir. Deməli bu kişi baharın 17-ci anı, 17 nəki Azərbaycan generalı üçün tədbir elədi. Sağlar da var içində, şəhid olanlar da. Abbasqulu Ağa Bakıxanovdan, bütün generallar 17 baharın 17 anı qoymuşdu. Hər generalın da qabağına bir dənə şam yandırdı. Xonça düzəltmişdi. Dedi, bu 17 generalın yanında videoda var da, lenti var bunların. Bu 17 generalın yanında Mehdi Hüseynzadənin şəkilini. İndi burada bilmeyen adamlar da Mehdi Hüseynzadə leytinant olub, general. Bu kişilərə birisi də var. Bu generalların generalıdır. Mehdi Hüseynzadə xüsusi bir böyük ürəyə. Hələ onu deyirəm. O ürək heç kimdə yox. Əhsən. Bax, indi söz verəcəm sizə. Bax, bu kişi dedi ki, götürün Xonçanı, Şamlar ki, hələsi. Xonçanı Mehdi Hüseynzadənin şəklinin altına qoyun, Şamı yandırın. Mən ağlama etdim. Soruşdular ki, həc intiqamına ki, nə üçün? Dedi, o subay olub, toy oldu. Nakamdır. Qoyun. Birisi adamın qəlbi necə? Burada yanır. Yəni bu bizim canımızdır, ruhumuzdur. Bu nöqtəyə nəzərdən dedim. Və Allah sağ salamat eləsin. Bugün mən sizə təşəkkür edirəm. Özdə ələxüsus. Sənin əziyyətin çoxdur, hacı. Allah canını sağ olsun. Allah var ya, mən üstün nökərimizəm. Birinci gündən deyim. Bax, bu siyahıda mən 20 adamdır. Axırıncı 20-ci mən yazdırmışam. Ən altda. Dedim, mən nökərəm. Məni qulluğa göndərin. Vətənim üçün, xalqım üçün, cəmaat üçün, böyüklər üçün, sizin üçün. Mən qaçaqası gedəcəm. Dediyim odur ki, bu zəfər günləridir. Hal-hazırda deməli 27 sentyabrdan 8 noyabra isə. Bu zəfər günləri doğrudan da sən bu kişinin müqəddəsliyinə bax ki, bax, noyabr ayı zəfər günüdür. Bu zəfər günündə də 3000 şəhidimiz olub bizim. Mehdi Hüseynzadə də noyabr ayında şəhid olub, həlak olub. Bu da anım günüdür. Bu yandan Mehdi Hüseynzadə noyabrda şəhid olub 1944 var orada da, 1944. Burada da 44 günlük var. Gör necə gəl bağlanıb bu zəfərlə. 1944 gün fikir versən ki, bunlar öz başına döyür, bunların içindən Kənan sən belə şeylər başqa cür yazırsan, mənə bunlar mütləq. Bunlar axırda bu təsadüfdür, bu ilahi bir nizamdır. Bu gün nə bağışlayın, arxamsız olmasın. İlahi bir nizamdır. Bu nöqteyi nəzərdən o 3000 şəhid olan, bütün Mehdi Hüseynzadənin simasında, bütün Qarabağ, bütün Azərbaycan. Mən bir dənə də söz deyim, sizə qutarıram. Biz demirik ki, sən hardansan. Sən haralı söhbəti yoxdur. Sən nə üçün? Ulu Öndərin bir dənə gözəl sözü var. Hamıdır bunun məşhur biri. Deyib ki, mən Azərbaycanlıyam. Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Biz hamımız Azərbaycanlıyıq. Burada bölgə söhbəti bizə lazımdır. Heç bizim amalımızdır ki, Azərbaycanlıyıq, xalqımıza xidmət edək. Özdə hər yerdə, hər kənddə, hər rayonda. Bu nöqteyi nəzərdən dedim ki, bu da böyük bir hikmətdir bizim üçün. Bu bir mənəviyyatdır. Ona görə də Mehdi Hüseynzadənin simasında 3000 şəhidimiz oldu Qarabağ. Azərbaycanın bütün şəhidlərinin ruhları Ulu Öndər başda olmaq şərti ilə bin nəbiyyə alihi və bil Fatihə. Qurban ki, süz danışdı burada. Məndən indi. Xahiş edirəm. Allah önlərimizə, bütün şəhidlərimizə rəhmət eləsin. Allah prezidentimiz İlham Əliyevə can sağlığı versin. Mən TikTok'da da bu yaxınlarda orada olan yazılara bir yazı yazdım ki, biz güclüyük. Çünki biz prezidentimizin ətrafındayıq və bütün bu zirzibilləri süpürüb zibil yatacaq. Ona görə də xalq öz dövlət başçısının ətrafındadırsa, dövlət də güclüdür, rəhbər də güclüdür. Mehdi Hüseynzadənin haqqında bircə kəlmə deyəcəm ki, Mehdi Hüseynzadə olmaq üçün hər adam ola bilməz, hər qəhrəman ola bilməz. Hətta o dövrdə olan bütün qəhrəmanların hamısını biz Mehdi Hüseynzadəyə müqayisə eləsək, vallahi yenə fərqi var. Çünki bu insanda görünürsə böyük bir ürək olub ki, bu işlər görəsən, gedəsən, görəsən, qaçasan, o qaranlıqdan işığa çıxasan və bütün bu işləri görəsən. Axırda da kişi kimi əlaq olasan. Mən bütün şəhidlərimizə rəhmət edirəm, hamınızı öpürəm.
Can sağlığı. Çox sağ ol qurban mənim. Çox sağ ol. Allah canını sağ ol. Xahiş edirəm hərə bir kəlmə öz sözünü desin, bir deməyək. Əhsən, düz. Durun. Növbə Bir ilə kəlmə. bir daha hamı danışaq. Bir də mənim imkan var mı? Bizim ağsaqqallara, hamısına, böyüyün, kiçiyin hamısına hörmətimiz var. Bu bizim ağsaqqalımız doğrudan da Mektəbat Ağsaqqallar Şurasının sədri çox yaxşı insandır. Mən də dedim ki, gəl bu məclisdə iştirak edirəm. Bir dənə onun üçün hədiyyə götürmüşəm. Qur'an-ı Kərimin hədiyyəsi. Bir dənə zəhmət olmasa. İnanın. Bir dənə Qurana xatir hamımız qalxaq ona ayağa Quranı təqdim edin. Quranı təqdim edin. Bu Quran-ı Şərifi sənə təqdim edirəm. Bir böyük kim onu veriyoruz? Allah qəbul edin. Allah qəbul edin. Allah qəbul edin. Əyləş. Ondan varlı bir şey yoxdur. Bəli, düzdür. Allah canını Heç nə bunu əvəz eləyirəm. Bəli. Öpün. Sağ olun. Var olun. Borcumuzdur, böyüyümüzdür. Deməli, siz gedəndən sonra biz Emin müəllimlə çox məsləhətləşdik və o büs məsələsini də orada müzakirə elədik. Emin müəllimin Allah canını sağ eləsin. Özünüz gördüyünüzdə çox tərbiyəli, Çox. yüksək səviyyədə intellektual tərbiyəli Çox bir mədəniyyətli insandır. Bəli. O məsələni biz orada müzakirə Allah elədik və razı o da o sözləri Bəli. orada lazım olan adamlarla Bəli, danışır. Bəşər, çox sağ ol. Mən rəhmətli alamsın, can sağ ol. Mən deyirəm, Bəşər, Mehdi müəllim, siz danışırsınız biraz. Qoy elə ətri səninə alırıq, sonra yenə sən tərəfə danış. İndi bu günləri Mehdi Hüseynzadənin bacısı oğlu, onun adını daşıyır Mehdi. bu məclisdə Mehdidən çox belə maraqlı hadisələr danışılıb. Mən istəyirəm bir dənə hadisəni danışım Mehdidən. Onu mənə Sloveniyada, bizi deməli 2007-ci ildə Mehdinin büstü açılan ili bizi dəvət eləmişdilər Sloveniyaya və orada Mehdi ilə bir yerdə vuruşan partizanlar bizimlə görüşə gəlmişdilər. Deməli, bu partizanların çox belə maraqlı hadisələr danışırdılar Mehdidən. Mən bir hadisəni demək istəyirəm. Bu, bilirsiniz, çox yerdə danışmışam, burada da danışmaq istəyirəm. Deməli, bir gün Mehdiyə xəbər gəlir ki, sənin şəkillərin Triest küçəsində, o Triest İtaliyanın şəhəri idi. Triest küçəsində hər tində sənin şəklini vurublar və yazıblar ki, deməli, mükafat 300.000 marka. O vaxtıdakı 300.000 marka çox böyük pul idi. Mehdi də dedi ki, mən istəyirəm gedim baxım, görüm o mənəm ya yox. Çünki bundan qabaq bir 3-4 nəfəri gülləliyiblər. Elə biliblər ki, Mixaylodur. Bəli, onları gülləliyiblər. Hər dəfədə səhv olub. Deməli, biz deməli, bu onun partizan yoldaşları deyirdilər ki, sən getmə, çox təhlükəlidir. Mehdi də ki, onlar özləri deyirlər ki, bu insanda qorxu hissi yox idi. O dedi ki, yox, mən gedib baxmalıyam, çünki ola bilməz ki, mənim şəkilimdir. Mehdi yenə də öz, deməli, Alman formasını giyir, gedir Triestə. Biz də məcbur olduq ki, bir qrup partizan onun arxasıca getsinlər ki, onu mühafizə eləsinlər. Ki, birdən bir şey olanda Mehdini oradan çıxarda bilsinlər də. Kakras bu kino var, uzaq sahillərdə. Bunun başqa cür verir. Orada biraz başqa cürdür. Mehdi gəlir. Əslən bu cürsüz danışan ki. Mehdi gəlir, görür öz şəklini, gəlir, dayanır onun qabağında, belə baxır. Bu zaman bir Alman zabiti yaxınlaşır, həm şəkilə baxır, həm buna baxır. Deməli, birdən Mehdi, hələ bir ki, nafirijinidir, deyirlər. Deyir, qayıdır ki, siz bir baxın, bu bandit mənə necə oxşayır. Mehdi deyir ki, bu bandit mənə necə oxşayır və şimdi götürüb məni
həbs edirlər, deyirlər ki, sən Mixaylosan. Bu Alman zabiti də baxır onu deyir ki, siz nə danışırsınız? Bu partizandır, bu banditdir, siz Alman zabitisiniz, siz onu özünüzlə müqayisə edirsiniz. Bunlar tanış oldular, getdilər kafedə oturdular. Bu partizanlar da ki, deyir ki, ürəyimizin içini yiyirdik ki, balam bu nə olacaq? Birdən tanıyar da onu. Bunlar da oturublar kafedə, danışırlar, gülürlər, bir-birinə nəsə bu lətifələr, anekdotlar danışırlar, pivə içirlər. Deməli, Mehdi sonra nəsə deyir, kağızın üstündə yazdı, püktü kağızı, verdi deməli bu Alman zabitinin əlinə, buna Alfiderzeyl, çıxdı, getdi. Biz də gedirik Mehdinin arxasıca. Birdən eşidirik ki, orada bir təşviş yarandı. Həmin yerdə bu deməli Alman zabiti qalxıb ki, o tərəfə gedib, hansı tərəfə gedib, deməli bu oranı yolları bağlamaq lazımdır. Mehdi biz çoxdan getmişik. İndi deyir, partizan düşərgəsində biz onun üçün balaca bir tribunal yaratmışıq. Mehdi oturub deməli zalın ortasında, taburetkada, başını da salıb aşağı. Biz də ona səriyirik də, deyirik ki, sən beləsən, sən eləsən, sən bizi heç saymadın, sən getdin, belə də. Sonra onun komandiri rəhmətli Cavad Həkimli idi. Cavad Həkimli ona deyir ki, sən də görüm o kağızda sən nə yazmışsan? Oraya deyir ki, yazdım ki, sizin ayıq olmağınızdan çox məmnunam, başım privetim Mixaylo. İndi deyirlər ona ki, yaxşı, birdən o moment oxusaydı, sən nə edərdin? Deyir ki, mən onların psixologiyasını çox yaxşı. Onlar əvvəlcə otururlar, içirlər, söhbət edirlər, nəsə xəyallarla belədir. Ondan sonra açıb baxırlar. Dedilər ki, səni 3 günlük qopmaqda salırıq. Türmə fason qopmaqdadır. Get, otur, orada bəlkə ağlın gələr başına. Bizim sözümüzə baxarsanlar, belə bir şeylər olur. Gözəl. Siz bunu televizorda danışmışsınız. Danışmışam. Qulaq asmışdım. Onlar danışıblar ki, bir dəfə Mehdi dilənçi halında, güya ki, bu dilənçidir, cırıq şalvarla, ayaqqabı cırıq, oturub deməli səkinin üstündə nədir onun adı, dilənçilik eləyir. O momentdəki qaqraz baxırdı ki, bu Almanlar necə gəldilər, orada özü üçün qeyd eləyirdi ki, bunlar gəldilər, onlar getdilər. Sonra gəlib düşərgədə planını cızırdı, necə lazımdır, bu əməliyyata gedirdi. Çox gözəl. Belə şeylər olur. Çox sağ ol, sən biz gəl edirik də Mehdinin ətini səndən alırıq. Doktor, çox sağ ol, doktor. Allah canını sağ eləsin. Sonra sənin sonunda yanan var ya, qara kişi. Bir onu alırıq. Çox sağ ol. Hacı Sultan, Allah sənin canını sağ eləsin. Buyur, təqdimat Mən istədim ki, Qur'an-ı Kərimin birini ağsaqqalımızı verdim. Birini də istədim ki... Doktora. Bəli. Çünki bu Qur'an Allahın kitabıdır. Ağsaqqal dedi ki, bundan üstün ədiyyə yoxdur. Mən də bu fikirlə belə gələndə fikirləşdim ki, ağsaqqalı bir də səni nəzərdə tutdum ki, çünki əsas səbəbkar sizsiniz, sənin dayındır, yaxşı git dayısına oxşayar, çox-çoxsan gəlmirsən, bu Qur'anı da bu niyyətlə verirəm sənə ki, bu Qur'an-ı Kərim həm sizin, ailənizin, özünüzün, Azərbaycan xalqının kömək olsun. Həm də ruhunu, Mehdi Hüseynzadanın ruhunu şad eləsin. Salavat zikrediyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah canını sağ eləsin, var ol. Doktor, çox sağ ol. Hacı, çox sağ ol. Allah canını Borcumuzdur, sağ var ol. eləsin. Çox sağ ol. İndi bir dənə qardaşlar belə gəl edirəm ki, xahiş edirəm, heç kim inciməsin ha. Bizim bunlar da yaxınlardır, böyüklərdir, mən söz verdim. Sonra buradan hamımız sizə daim. Bir dənə ancaq bizim qardaşımız, bir dənə burada 2 kəlmə bizim qaydalarımız var, bu dərvişdir, Mehdahdır. Bir 2 dənə şəhidlik haqqında bizim üçün ruhları şad olsun, oxusun 5 dəqiqə. Sonra biz söhbətimizi elədik.
Buyursun. Hələ Mehdinin də adında bir şey kimi var, oxusun onu. Qısa. Çox uzun lazımdır. 5 dənə. Çünki bu yəni bir avabanı deyişək, sonra məclisimizi davam edək. Buyur qardaş. Tələsmə. Allah rəhmət eləsin. Elə bu oxuyacağım şeir inşallah Hacı Sultan Əzizimizindir Mehdi barəsində. Mehdi Hüseynzadə barəsində yazdığı bir gözəl bir şeirdir. İnşallah onu bir muğam üstündə mən oxuyum. Mehdi Hüseynzadənin də ruhuna hədiyyə olsun inşallah. İnşallah. Və sonra da bir şəhidlik barəsində də bir qəzəl oxuyaram inşallah. O da elə Hacı Sultan Əzizimizindir. Bilirsiniz də Hacı Sultan Əzizimiz həm də gözəl şairdir, gözəl şeirləri var. İnşallah elə bu günlərdə hədiyyə olsun. Həm sizin adınızdan, həm bizim adımızdan hədiyyə olsun inşallah. Qəhrəmanlar ara bir əhli hünərdir Mehdim. Candan artıq vətənin istəyənərdir Mehdim. Məhv edib düşməni qurban eləyib varlığını, vətənə, torpağa bir canlı sipərdir Mehdim. Ruh alıb dostları yoldan eləyib əzmi hünər, damlası gür sel olan bəhri Xəzərdir Mehdim. Bənzəyən varmı igidlikdə bu dünyada ona, bu rəşadətdə elə Mehdi qədərdir Mehdim. Yağdırıb aldaşı düşmən başına mərdanə, gecəni məhv eləyən nurlu səhərdir Mehdim. Gün bugün düşməni məhv eyləməyə aləmdə, əməli ilə bizə tarixi xəbərdir Mehdi. Sultan, sultan, aləmdə o bir şanlı vüqardır vətənə. Qalibiyyət adı ən ali zəfərdir Mehdi. Qalibiyyət adı ən ali zəfərdir Mehdi. Və ali Muhammed. Mehdi Hüseynzadə ilə bütün şəhidlərimizin ruhlarına bir də salavat. Muhammed və ali Muhammed. Daim vətənə, millətə xidmətdir şəhidlik. Ən ali olan zata itayətdir şəhidlik. Xaliq buyurub şəninə Qur'anda bələhyan, bu şəni ilə aləmə ibrətdir şəhidlik. Ən ali məqam 11 imam ilə bərabər, Peyğəmbər Zəhraya da qismətdir şəhidlik. Hər kəs ki şəhid oldu, onun qanı da pakdir. Napakı da pak eləyən hikmətdir şəhidlik. Dünyada şəhadət tapana öldü deməzlər, çünki ölümü öldürən alətdir şəhidlik. Din ilə vətən qeyrətini çəkdi oğullar, dərk eylədilər çün əbədiyyətdir şəhidlik. Sultana, sultana əgər layiq ola, qoy şəhid olsun. Boş arzu deyil, cənnətə dəvətdir şəhidlik. Cənnətə dəvətdir şəhidlik. Çox sağ ol, çox sağ ol. Çox sağ ol. Allah nəfəsi var elə. Az Samir qardaşımızın salavatına bir salavat Allah istəyir. Borcumuz da əlimizdən yəssər əməliyik. Ozan da sağ olsun, ifadə gözəl. Bəli. Burada bizim indi, mən üzr istəyirəm, biz indi biri-birinə Söhbəti yox, necə istəyir təqdim elədiyinə. əl uzatmışıq, indi burada da biraz da mən tələsmişəm, bəlkə də tələsədəm.
Deməli bizim məclisimizdə burada Novxani Ağsaqqallar Şurasının üzvlərindən iştirak edən var, təbii halda bilirsiniz. Bəli. Deməli bizim məclisimizdə 87 yaşında bizim əzizimiz Fərhad Xaloğlu iştirak edir. Deməli Fərhad atası ilə qardaşının ölüm xəbərini alıb Rus torpağında, sonra buradan böyük əzablar, çətinliklər sayəsində, yəni ona köməklik eləyən bəzi qurumların köməkliyi sayəsində öz vəsaiti hesabına getdi. Atasını və qardaşının da orada qardaşlıq məzarlarını tapdı. Orada eysanat da eləyiblər, yaxşı da onları qarşılayıblar. İndi burada mənim fikrimcə çox gözəl olar ki, özdə Fərhad Xaloğlu'nun Hacı dediyinə görə deyir ki, globusu fırlat, gözü yum, barmağı hara qoysun. Yəni globusun hər yerində olmuşam, o işlə əlaqədar, işi həll olub. İndi Fərhad Xaloğlu 2-3 cümlə ilə etiraf eləyir ki, mən nə danışım Hacı Sultan olan yerdə, amma 2-3 cümlə ilə qoy xatirələrdə qalsın, görək Fərhad Xaloğlu nə deyər. Buyur Fərhad Xaloğlu. Bismillahirrahmanirrahim. Mehdi haqqında o qarşı doğrudan söhbətlər oldu ki, İstər-istəməz nə qarşı da onun söhbəti olsa, daha da tükənməzdir. O qarşı onun biz bilmədiklərimiz elə var. Mənim bir dostum var, Hacı Namik, tanıyır. Gedib o Slovayankaya Mehdinin qəbrini, mənə bir kaset də verir, kasetdə baxıram, görürəm ki, həmən o bir yaşlı kişi Mehdini, o vədə Mehdinin qəbrini Almanlardan gizlətməkdən ötürü onun öküz arabası yox. Gecə ilə onun belə yerdə dəfn eləyiblər onu ki, Almanlar onun qəbrində. Qəbristanlıqda büstü var, heykəli var, Mehdini göstərir kasetdə. Deyir, təzə evlənən insanlar, təzə evlənən gənclər, birinci gəlib Mehdini ziyarət eləyirlər orada. Əhsən. Sonradır ki, qayıdıb öz işləri ilə mən. Deməyim o ki, Mehdi haqqında çox danışmaq olar. Mən özüm 57-ci ildə, 56-cı ildə Mehdinin kinoya çıxanda inandırım sənə ki, bizim bir klub vardı, orada ağlaşma gedirdi. O kinoya birinci dəfə baxanda. Çox sağ ol Xaloğlu. Onun üçün o kino axırda o qarışanızadı göstərir. Vallahi adam baxır, hələ istər-istəməz ki, özündən asılı olmayaraq adamın gözləri yaşar. Çox sağ ol. Allah canınızı sağ eləsin. Çox sağ ol. O dedi, Ukraynaya düzdür, mən də Ukraynaya 2 dəfə getdim. Onlar müharibənin qutaran vaxtını orada qeyd edirlər, para keçirirlər. Məni icra kimi dəvət elə, oranı icra kimi gələrsən, getdim ailəmlə bir yerdə o paradda iştirak elədi. Doğrudan o qarta məni orada qarşıladılar ki, bütöv paltab üzrə o icra başçılarının nümayəndəsi bərəkət haqqı, bu bərəkət haqqı. Bizi qonaq elədilər sonra paraddan sonra. Ukrayna çox gözəl dövlət və millətdir. Ben orada 22 yıl Paraddan sonra bizi dəvət elədilər. Belə bir üzüm meşəyə apardı icra hakimi, orada qonaq bir 150 adam vardı. Bu bərəkət haqqı. Bütöv icra başçılarının, paltab üzrə icra başçılarının böyüyü, onlar indi o zəhərmarda. Birinci sağlığı Azərbaycan. Sağ ol. Sən də sağ ol. Sağ ol. Çox sağ olun. Çox sağ ol. Allah Qəni. Mehdiyə qəni. Hacıya reklam etinə qonaqlarımızdan hansını istəsin söz verərsən. İstilər sənə. Suf Suqalustur. Bu bilir, 22 il orada yaşayıb. Ne dirdin o program? Reklam etinə kim istəyir qonaqlardan söz verək danışsın. Qonaqlardan kim istəyir işarə eləsin söz verər. Yəni ki biraz qısa danışar. Buyursun Hacıya. Buyursun. Kimdir? O özünüzü təqdim eləyin əvvəldən. Hacının yerlisiyəm. Hacı Ələkbər adı. Birinci Qarabağ döyüşçüsüyəm. Allah canını sağ ol. Mənə qismət olmayır rəhmətlik Mehdini görmək. Amma 57-ci ildə film birinci dəfə çıxanda mənim 7 yaşım vardı. Qaça-qaça gelmişəm, bilet almışam, baxmışam bula. Mehdini canlandıran Nadir Şaşıqoğlu. Yağın bilirsin, odan Şaşıqoğlu. Oyuna tanış olmuşam bir məclisdə. Oyuna fəxr edirəm ki, o adam onu canlandırıb. O da gedib dünyasını değişib. Allah rəhmət etsin, bir də deyirəm, Allah rəhmət etsin. İndi də mən o filmə baxıram.
Allah rəhmət etsin. Çox sağ ol. Çox təşəkkür edirəm. Sonra kim var? Hər birinizi salamlayıram. Bu məclisimizin Mehtəbatda təşkil olunması Mehtəbat sakinləri üçün böyük bir uğurlu fərqdir ki, biz Mehtəbatlılar milli qəhrəmanımız Mehdi Hüseynzadənin adını daşıyan qəsəbədə yaşayır. Biz o qəsəbənin sakinləriyik. Mehtəbat qəsəbə sakinləri adından deyə bilərəm ki, Mehdi Hüseynzadəyə, milli qəhrəmanımıza Allah Teala'dan qəni-qəni rəhmət diləyir. Qəsəbə sakinləri adına. Biz qəsəbə sakinləri olaraq onun adın o etdiyi hərəkətlərinə, qəhrəmanlıq hərəkətlərinə görə daha yüksək tutmağı nəzərə alırıq və arzu edirəm ki, hər bir Azərbaycan vətəndaşı Mehdi Hüseynzadəni unutmasın və onun kimi qəhrəman olmağa çalışsın. Vətənə, torpağa bağlı olsun. Xalqın sevən olsun, millətin sevən olsun. Hər birinizə minnətdarım. Çox sağ ol, Allah razı olsun. Var, danışan orada. Ben tanımıram bu yolda. O Kenan danışsın da, jurnalistimiz bir yazıcımızdır. Neçə də kitabın müəllifidir, Kenan Cavandır, qələmi içidir. Çox sağ olun, ağsaqqallardan üzr istəyirəm. Birincisi, Hacı Sultana təşəkkür edirəm ki, məni belə bir tədbirə dəvət edeyim. Mən bayaq maşınla gələndə, Azadlıq meydanının yanından keçəndə gördüm ki, Zəfər gününə hazırlıq gedir. Bir anlıq beynimdə belə bir fikir yarandı ki, bu bizim qələbəmizdə Mehdi Hüseynzadənin də payı var. Nə mənada? Yəni bizim nəsil, bizdən sonra gələn nəsillər hamısı o Mehdi Hüseynzadə qəhrəmanlığından örnək götürüblər, vətənpərvər ruhda böyüyüblər. Nəinki Mehdi Hüseynzadədən, Həzi Aslanovdan və digər qəhrəmanlarımızdan örnək götürüblər. Yəni Mehdi Hüseynzadənin bizim bu qələbəmizdə də payı var. Bayaq Hacı Sultan qeyd elədi, 44 rəqəmi, noyabr. Yəni bu numerologiya elmi var, o heç nə təsadüfi deyil, qanun uyğunluq var burada. Yəni bu da maraqlı bir araşdırma mövzusudur. Araşdırsam bəlkə də elə yerlərə gedib çıxar ki, böyük bir yazının mövzusudur. Hər birinizə təşəkkür edirəm. Allah Mehdi Hüseynzadənin ruhunu şad eləsin. Hacı da, burada olan ağsaqqallar da elə bir iş görürlər ki, gənc nəsil üçün onlar da bir örnəyə çevrilirlər. Təzə gələn nəsil görür ki, yəni biz o qəhrəmanlarımızı yaşadırıq, gələcək nəsilə ötürürük. Yəni bir körpü rolunu oynayırıq da. Bu mənada Allah sizə can sağlığı versin, Mehdi Hüseynzadənin də ruhu şad olsun. Var olun. Çox sağ olun. Allah sağ olsun. Ben bir kəlmə dedim. Bir dənə kəlməyə. Həzi Aslanov dedim. Mən yadıma nə düşdü? Mən məsciddə, biz ona cümə məscidində xutbə oxuyuram bizim. Həmişə bunları yad eləyirəm, adları çəkirəm. Bizim bu 44 günlük müharibədə, zəfərdə şəhid olanlarımız var. Onlar gücü kimdən alıblar? Bu Mehdi Hüseynzadələr, Həzi Aslanovlar, bu Qafur Məmmədovlar, Gəray Əsədovlar, bəli, Hüseynbala Əliyevlər, bunu deyəcəm, Hüseynbala Əliyevlər. Bunlar əcdaddır, bunlar bilirsiniz, bunlara sələf deyirlər, babalardır bunlar. Bu yerdə qalanlar var, mesela Polad Haşimovdur, İbrahimovdur, Mübariz İbrahimovdur, Əliyar Əliyevdir, Muxtar Qasımlıdır, sayısay bütün şəhidlərimiz əzizdir. Bu yerdə qalanlar xələfdir, övladlar. Bu övladlar gücü öz babalarından alıb. Həmin bu qəhrəmanı, Həzi Aslanov, Mehdi Hüseyn gücülərdən alıblar. O güclə qalibi, Allah kömək olub qalibi. Bir də bizim Ali Baş Komandanın əmri ilə, rəhbərliyi ilə, xalqın birliyi ilə, dəmir yumruğun möhkəmliyi ilə gör nə qədər burada mükəmməl bir savablar var ki, Mehdi Hüseynzadənin meclisində hamısının adı çəkilir. Mən bunu deməyim. Sağ ol ki, Həzi Aslanov dedin düşdü ya. Sultan, sən tək şair deyilsən, valla sən əla jurnalistsin. Allah canı sağ. Sağ ol. Hacı Əmi, indi icazə versəydin. Bir dənə də burada qəhrəman var, bundan sonra. O danışırsan. İcazə versəydin Hacı Əmi, bizim Novxanı kənd Cümə məscidinin də Axundunun burada bizi ilə bir yerdə iştirak edir. İlk dəfədə Fatihə surəsini Hacı Natiq oxudu. Hacı Natiq bizim canımız, dindarımız. O da öz təəssüratlarını 3-4 cümlə ilə bölüşərdi.
feyziyab olardıq. Buyurun Hacı. Rəhman və Rəhim olan Allahın adıyla. Əzizlərim, mən burada görürəm ki, hamınızdan kiçik yüz mənəm. Hacı Sultan əmidən, biz onanın axundundan çox-çox üzr istəyirəm. Yəni bu onun səlahiyyətindədir, amma Quranı necə oxuduğumuz kimi və onu azdan çoxdan mütaliə elədiyimiz kimi Quranda şəhidlərə aid olan bir məxsusi bir ayə var. Məxsusi bir ayə var ki, onlara ölü Allah deyir. Onlara ölü deməyin. Onlar Allah yanında, Allah qatında Allahın verdiyi ruzilərdən yeyirlər. Bugün zahirən, cismən bizdən ayrıdılar. Amma onlar bizləndirlər. Biz bunu, bizim bəsirət gözümüz bağlıdır, onu görə bilmirik, dərk eləyə bilmirik. Bir də ki, peyğəmbərlərdən sonra, böyük şəxsi imamlardan sonra yer üzündə olan şəhidlər ki var, şəhidlərin də ali müəyyən dərəcədə onların da şəri baxımından, İslami baxımından müəyyən dərəcədə onların da, belə deyək də, imtiyazları var. Hansı ki, Allah onlara da qiyamətin günündə şəfaətçi olmağı, onlar bizi kimi insanlar, bəzən digər insanların cənnətə daxil olmasında bilavasitə onlar olacaqlar. Onların duaları olacaq. Bu bir. Bugün Mehdi Hüseynzadə kəndimizin nəinki Novxanı kəndinin, ümumi Azərbaycanın, ümum bəşərin deyərdim. Çünki Yugoslaviyada və o yerlərdəki o can qoyub və bütün millətlərin arasında fərq qoymadan canlı fəda edeyim. Yalnız nəyə görə? Bir insanlığın xatirinə. Biz bugün onu yad eləyirik. Onun misalında bayaqları Hacı Əmi dedi, adlarını çəkdi. Mənim fikrimdən bir anlığa gəldi, keçdi Polad Həşimov kimi, onun ardıcılları Polad Həşimov kimi, mübariz kimi, böyük mübariz İbrahimov kimi, Xudayar kimi el oğullarımız, el balalarımız, 3000-dən yuxarı şəhidlərimiz, canlı bayaqları Hacı Əmi dedi, hansı ki vuruşublar, qazilərdirlər canlarından, qollarından keçən, gözünü verən, bizim yolumuzda gözünü verən kəndimizdə olan Amin Əliyev də var, qardaşımız var, balamız var ki, hansı ki gözünü verib, heç bir şey düşünmədən onlar veriblər canlarını. Bugündən də bu yana, ta qiyamətə qədər, nə qədər ki var olacaq dünya, bütün Azərbaycanımızın hər bir vətəndaşı, hər bir oğlu ki yetişir, gələcəkdə nəslimiz yetişir, o cür şəxsiyyətlər yetişəcək və davam eləyəcək. İnşallah Allahı and verirəm Allahlığı xatirinə, bizim ölkəmizi, məmləkətimizi bundan bu yana yaman günlər göstərməsin. Allahı and verirəm öz qüdrəti xatirinə, cəmi şəhidlərimizin ruhunu, İmam Hüseyin hansı ki başda əsas şəhidlərin ağası İmam Hüseyin gedir, İmam Hüseyinin xatirinə Allah Teala onların cəmi şəhidlərimizin də ruhunu şad eləsin inşallah. Mən Fatihə vermirəm, Hacıya sözümü verirəm. Çox sağ teşekkür ederim. Var ol, çox gözəl, qəşəng, ləzzətli. Allah, mən dedim ki, Allah hamımıza can sağlığı versin. Burada gəlirəm, böyüklərimizə Quran hədiyyə elədim. Yəni ki, Quran-ı Kərim hədiyyə elədim. İstədim, ürəyim istədi ki, hamısına hədiyyə verim, burada iştirak edənlərin. Mehdi Hüseynzadənin əksi, anadan olan ili, şəhadət günü, tarixi, ayı, istəyirəm paylayayım bunları burada sizin üçün. Yəni, bismillah səndən başlayıram. İstəyirəm ki, bir də ayaqüstə kim zəhmət çəkir, siz paylayın. Amin, amin. Paylayın. Ya Allah, aslan. Bir də ki, xahiş edirəm ayaqüstə olanlardan, nümçələrə qoğal, bunlar eksandır, bunlar qalmasın, xahiş edirəm. Allah qəbul etsin. Qoyun qabağlar, özünüz cavanlar, əl yetirin. Mehdi'de de şekli var burada. Ve belə. Allah can sağlığı versin. Xahiş edirəm bunlardan. Əsas sözləri Allah.
Salam Ali. Şehirdə duydum. Quranda bəli. Dedi, qeyd olunub. Düzdür. Çatdı şəkil almışsan. Götürmüş. Yəni orada ərəb dilində deyilir amma Ben götürmüşüm. Bax sizdə. Bir dənə götürmüşüm. Qurban müəllim, bir dənə də mənim dostuma verərsən bunu, kənd söyledi. Emin müəllim. O çəksin bir dənə. Əgər yoxsa tutun əvvəl. Ha, tut. Emin müəllim verərsin. O ha, oldu. Kitap vermişim. Ben yanında Hər kitab vermişim var, bəli. Çatdı hamısın şəkil. Bax. Ha, kitablar da. Bir də hədiyyələr var, onlar biz verməliyik. Bu da var. Ha, o ver mənə. Ver mənə. Bir dənə də biz burada... Ha, bir nəfər yaxşı olan gəlsin. Bir dənə sizin üçün burada iştirak edirik. İnşallah təbərrikdir də bu günləri. Allah'ımıza can sağlığı versin. Bu bir kitapça değil. kişi söz vermediler. Kime? Dilerdi kişi danışmadı. Danışırıq da. Buradaydı hamımız. Bir dənə bu kitapçadır. Peyğəmbər əleyhissalam haqqında burada məlumat. Quran-ı Kərimdən ayələr, dinimiz haqqında qısa məlumat verilir. Bu eksandır. Bunu mənim üçün göndərilə məsciddə cəmaata paylayayım, qonaqlara. Gördü mənə münasibdir, mən gəlirəm bura. Və bu Peyğəmbərin cavanlıq şəklidir. Gənc vaxtı üstündə bu əks. Təsəvvürdür də, yəni ki. Mən də gəlirəm bura, dedim olsa mənim bundan 100 dənə veriblər ki, mömin adamlara qonaqlar. Fikirləşdim, bu hələ Mehdinin də məclisində bir hədiyyə olsun, bunu paylayaq. Ya səndən başlayalım. Çok sağ ol. Hayırlı olsun. Vermem verin. Ha, siz zəhmət olarsınız, cavanlara verin. Kənan bir də ər yetirir bunu da. Cavanlara verin. Koy verin. Götürüm ne? Oradan ötür. Birim vermem. Ben de verdim. Birim vermem. Mağdur verem 10 bindən sən həmin əvəz-əvəz Bu iş olmur, mən dedim ki, kim söhbət eləsə vaxtı çox. Qulaq asdı inşallah. Əlbət ki, Allah. Bir haşiyə çıxmaq istəyirəm. Düzdür, Sultan əmi kimi, Nubal əmi kimi nafilərin yanında danışmaq biraz mənim üçün yersiz olsa da Allah eləmə. Novxanı Kənd Ağsaqqallar Şurasının mətbuat katibi kimi bir fikir söyləmək istəyirəm. Bu mənim şəxsi fikrimdir. Mənə belə gəlir ki, hamının ürəyinə olacaq. İnşallah. Azərbaycana bir çox qəhrəmanlar olub. Köhnə tarixdə, yeni tarixdə, qədim dünya tarixində, Şahsman Xətaydan tutmuş, Üsübəri. Amma yeni Azərbaycan tarixində, orta tarixlərdə bizim qəhrəmanlarımızın qəhrəman statusunu almaq, xahiş edib qulaq asın, qəhrəman statusunu almaq, onun ışıqlandırmasında Ulu Öndər Heydər Əliyevin mühüm rolu olub. Söz yox ki, şübhə yox ki, Mehdimiz canından, qanından keçib. Amma Rus totalitar rejimi çalışıb ki, hər növdən onun qəhrəmanlığının üstünə kölgə salsın. Mənfur ermənilər hətta Həzi Aslanovun ikinci, üçüncü dəfə milli qəhrəman adını almağa sipə yaradırlar. Bəli, düzdür. Qoymayıblar. Həzi Aslanovun 8 mayda ölməyi hələ də araşdırılmayıb. Bəlkə də onun izində tarixçilər deyirlər ki, erməni izi var, erməni əli var. Burada verilən ehsanatın savabından, burada oxunan duaların savabından böyük hissəsi bizim Ulu Höndərə şamil olunur. Çünki o olmasaydı, Mehdi Hüseynzadə hələ də vətən xaini damğası altında gizlənirdi. Onun gərgin əməyi, Rus dövlətinin vaxtında onu aşkara çıxarmaq, o damğanı onun üstündən götürmək böyük hünər, Azami, böyük hünər tələb olunurdu. O öz canından tutduğu vəzifədən risk edirdi ki, Rus ona deyərdi ki, sənin neyvə lazım ki, sən öz millətinə görə vətən damğasını götürürsən bunun üstündən. Gör o kişi necə risk eləyib. Mehdinin onun qəhrəmanlığını bizə çatdırmaq üçün onun böyük əməyi var. Allah ona rəhmət eləsin, onun yoldaşına rəhmət eləsin. Onun layiqli damamçısı İlham Əliyevə uzun ömür, can sağlığı versin. Ailəsinə də o hətta parada fikir vermiş özü və xanımı
şəhidlərin şəkli özü əllərində birinci gedirlər. O qədər onlar o adamlar şəhidlərə, o cavanlara mühüm rol ayırırlar. Allah onun vücudunu bir bağ eləsin ki, bizim belə prezidentimiz var. O Ulu Öndərin davamçısı var. Bu balaca bir şey, Allah Teala onu bizə bəxş edib ki, bizim milləti qorumaq, daxili və xarici düşmənlərdən qorumaq üçün biz o kişinin ətrafında birləşməliyik. O gecə gündüz çalışır ki, bizim xalqının rifahı yüksək olsun. Və mühüm məsələlər var, müəyyən məsələlər var ki, burada hamı bilir, onu toxunmaq istəmirəm. Daxili və xarici düşmənlər çalışırlar ki, bunu çəkindirsinlər. Biz onlara rəğmən mütləq, mən bu şəxsi fikrimdir, mən bilə hamı razıdır buradan. Hamı razılığıyla prezidentimizin və onun ailəsi ətrafında birləşməliyik. Amin, işlübbədir. Xahiş edirəm, Hacı. Bəli. Ulu Öndərin ruhunda bir dənə, siz özünüz şəxsən bir dənə salam deyəcəm. Mən bir dənə də sözü, hələ o sözün, sənin sözünün bir dənə qüvvəsini deyəcəm. Hələ başarısı verdim, üzrə hesab edin. Yox, ləzzətli söz danışdın, bizim ürəyimizdən sənin bu söhbətlərin. Məncə bir dənə istəyirəm söz deyim, sizə burada ki, sənin fikirlərinin daha laf kulminans nöqtəsi olsun. Minnətdarım. Deməli, Allah canınızı, bu kişi mənim köhnə dostumdur, 40 ildir, mənim 50 ildir, bu boyda boyulumdan dostluğum ilə. 73-cü ildə. 70 ilini də bilir. Sonraki, həm də onu demək istəyim ki, indi bilmirəm, deyirəm, danış, danışmayam, acıq elədi bizdən. Yox, acıq eləməyəm, neyse, ancaq danışmırsan ki. Yox. Onda mən bunun yerinə 2 cümlə söz demək istəyirəm. Sizin adınız nədir? Namik. Namik müəllim. Hacı Namik. Hacı Namik, bax, hamısı eşitsin. Mən özü danışmadı deyil, bilirəm ki, özü də danışsaydı bunlar, özü deməyəcəkdi. Amma bu siz ki, bu arzularınızı deyirsiniz ki, Ulu Öndər haqqında, Ali Başkomandan hamısı ilə bir. Bu kişi Heydər Əliyevin sağlığında, Ulu Öndərimizin sağlığında, gedib onun qabuluna. Gedib onun oturub söhbət edib buna, deyim nə lazımdır, sənə deyim, mənə sən lazımdır. Mənə o lazımdır ki, icazə ver, sənin sağlığında sənin ad gününü keçirdim. Şüvəlanda qələdə. 5 il, 5 dəfə. 5 il Ulu Öndərin sağlığından mühüqə 200 izdihamlı insanların iştirakı ilə, öz məhəbbəti ilə. Bu bir. Söhbəti böyük. Siz də iştirak edərsiniz, var görsün. İndi ikinci də hamımız bilirsiniz ki, Ali Başkomandan bizim Qarabağ Fatihi İlham Əliyev cənabları özü üçün ad günü keçirmir. Hamımız bunu bilirsiniz, xoşlamır. O ad günlərində prezidentimiz gedir qazılarla görüşməyə, ev olmayanlara o gündə ya. Çünki xoşlamır, eləmir. Yəni ki, heç də istəmirdi olsun. Ancaq bu kişinin görünə adı vətənpərvərliyi var ki, hələ belə yerdə bunu Hacı Zeynalabdin mükafatı verməyiblər, üstündə bir dənə Mehdundan da qüvvəli olsun ki, Mehdi adı ondan da onu çıxarmır. İkisinə də bir sayına, yuxarıda da Mehdi olsun, şəhiddir də, şəhiddən üstün adam yoxdur ki, həm də qəhrəman. İndi bax, indi də hal-hazırda möhtərəm prezidentimizin İlham Əliyevin ad gününü keçirdir. Özü qəşəng, hər il anadan olan gününü keçirdir. Yəni ki, ussuz ki, bu əməli surətdə. Əməli surətdə onlara eləyir, hər şeyindən keçir. Barından, pulundan, neyindən. O qədər elə deyib daha imkanı yox, pis gündədir. Qarolçu dayanır. Yox, olanı deyirəm, mənim yaxın dostu çox adam bilmir. Qarolçu işləyir bu. Maaşını yığır, düzəldir ki, o gün gəlsin. Bunları dəvət eləb edirsən. Ayın 3-i, noyabrın 3-i. Hər il şəhidlər üçün noyabrın 3-i Zəfər günü ən birinci bu eləyib Şuşa üçün. Şuşanın ətri gəlir, hə? Bakıdan Şuşa. Yox, adında qabaq da Zəfərin mübarək. Zəfərin mübarək, bəli. Hətta deyirəm də onlarda. 20-ci ildə pandemiya dövründə. Milləti tutacaqlar səni. O dövrdə ki, qadağan idiyə yığılır. Gör, necə danışdırırsan, ey onu. Dedim, jurnalist bax, aydınlar. Bax, pandemiya dövründə özü dedi də, onda qadağan idi tədbir. Acı bu elədi. Yəni, mən vətən söyləyirəm, şəhid üçün nə olur olsun, elədi, keçirtdi. İndi də ayın içində saat 3-də, ayın 3-ü sabahda, sabahları saat 3-də gənə də şəhidlər, Zəfər şəhidləri üçün gənə də tədbir edir. Hamısı dəvət edir Mərdəkanda. Şüvəlanda. Xəzri şadlıq evində. Xəzri şadlıq evində. Biri gələndə götürərsən, ha? Hacı Düfalı, biri gələndə götürərsən. Mənə bax, göz necə danışdırıram özünü, adresi zadı deyir, sonra harada yığılırsan. Özü istəyirəm, məclisə ona gedib, dovşanı arabayla tutmaq.
Görürsən necə Ay, sağ ol. danışırsan. Allah. Çox şad oluruq ki, sizinlə burada tanış olmaq, beləncədə bir dostluqlar, mehribanlıqlar, Allahımızı cansın. Kimin sözü var danışsın. Bəlkə də belə Demək, hamı durdu, mən də durmayam. Biz Abşeron rayonunun Yetəbas qəsəbəsində Ağsaqqallar Şurasının üzvü seçilmişəm. Müəllim Bəyək dedi, təşəkkürlər edirəm hər birinizə. Xoş gördük sizləri. Özüm haqqında məlumat verəcəm. Ancaq bu məlumatı Qurban müəllim verməli idi sizə. Sizə mən böyük qiymət verirəm. Allah sizin həmişə canınızı sağ eləsin. Allah hər birinizin ölənlərinə rəhmət eləsin. Çünki mən şəhid mayor Qarabağ ordenli Ramid Hacıyevin atasıyam. Allah rəhmət. Əslim isə Cəbrayıllıdır. Ruhu şad olsun. Gələrsən sabahları, səndən xahiş edirəm. Siz sağ olun. İndi baxarıq ki, səhər bizim hər gün biz hal-hazırda indiki dövrdə xiyabanda tədbirdə oluruq. Qurban kişi özü onu gözəl bilir. Mən özüm səhər-səhər tədbirdə olmuşam, 2-ci Fəxri xiyabanda, sonra bura gəlmişəm. Sabah bizim tədbirimiz xiyabanda olur hər gün. Çox güman ki, mən oraya gəlib çata bilmərəm. Sizə yalanla deməyim ki, gələrəm. Mən sizin başda Mehdi Hüseynzadə olmaqla, onun filminə cavanlıqda baxdığımız zaman, onun qəhrəmanlığını gördüyümüz zaman, mən 69 yaşımın içində hələ bilmirdim ki, Mehdi Hüseynzadə Novxanlıqda. Gör bu meclisin nə adı? Bax, Allaha and olsun. Ona görə sizlərə təşəkkür düşür ki, Qurban müəllimə təşəkkür düşür ki, bugünkü gündə mən özüm gəldim görün nə qədər insanla tanış oldum. Bu Mehdi Hüseynzadənin sahəsindədir. Allah qəni-qəni rəhmət eləsin hər birinə. Sizə qiyməti nəyə görə verdim ki, bir ağsaqqallar kimi. Siz dilinizdən şəhidlər sözü yerə düşmədi. 3000 şəhidləri hər biriniz saydınız. Hər biriniz saydınız o şəhidləri ki, o şəhidlərin valideynlərdən biri də mənim. Mən bu gün burada durub Mehdi Hüseynzadə haqqında və ya şəhidlərimiz haqqında bir kəlmə söz deməsəydim, çölə çıxanda biz biləcəydiniz, gec-tez ki, sizin daxilinizdə bir şəhid atası var idi. Amma bir kəlmə bizə qarşı bir söz durub demədi. Siz onsuz da azadlıqdır, azad sözü vermişdiniz. Mən özüm bu qəlbimdən, içimdən gəldi, sizlərin sözündən sonra gəldi ki, sizə qiymət vermək lazımdır. Siz çox gözəl bir iş görmüşsünüz. Bu görülməlidir, bu bilinməlidir. Hər bir şəhidin haqqıdır ki, cəmaatın, xalqın içində tanınsın. Bu kişi də yaxşı dedi ki, Mehtəbatın, valla bəlkə də mənim kimi o qədər adamlar var ki, bilmirlər ki, hələ Mehdi Hüseynzadə hansı kətdəndir. Çoxu bilmir. Valla çoxu da bəlkə də bilmir. Allah canını sağ olsun. Çox sağ olun. Gözəl söz danışdım. Mən bir dənə sizin sözünüzə qoyum. Nəinki siz? Bakının elə bəzi kəndlərində də mən söhbətlər eləmişəm. Bəzi adamlar, çox adam bilmir ki, bu Mehdabadda Abad Mehdi kimdir? Sual verirsən deyir, Mehdini tanımır. Ya inki, elə siz deyən kimi Novxanlı. Bu muarifləndirmək bir savab işdir ki, burada nə qədər insanlar, bir də sizə mən nə üçün təşəkkür edirəm? Siz şehid atılsınız. Mən sizə təşəkkür edirəm ki, belə bir məclis eləmişsiniz. Biz burada tanımadığım insanlarla tanış olduk. Məni də tanıdılar, mən də digər yoldaşlarım. Allah oğlumuz. Mən də tanıyırdım ki, bu kişini, müəllimi, doktoru nə tanıyırdım ki, bu kişi... Mən üzr istəyirəm, mən gözlüyordum ki, Nərman müəllim çıxış edəndə mən onu təqdim edəyəm. Daha mən bunu qəbul edirəm, onun iradını da qəbul edirəm. Mən gözlüyüm qoyağa qalsın, mən onu təqdim edeyim ki, bunun oğlu mayor, belə şəhid, da özü təqdim elədi deyil, və mən çaşdım. Başa düşdüm. Allah canlısı, mən də bir asaq qaldı, şəhid oğlu, Allah rəhmət etsin. Hamısı. Ruhu şad olsun, bütün şəhidlər. Biz çox şad olduq ki, sən özünü nişan verdin ki, biz bilmirdik. Ağsaqqal da istəyib ki, sizi təqdim eləsin, məqamında siz durmuşsunuz. Mən evdən çıxanda özümlə 3 dənə Quran götürmüşdüm. Bu bizlik deyil, bu ilahinin təqdiridir. Fikirdə götürmüşdüm biri Ağsaqqallar Şurası sədri Qurban müəllim,
Biri Mehdi Ətirli, Mehdi Hüseynzadənin bacısı oğlu. Bir dənə Quran götürmüşəm Azərbaycan dilində. Bizim dilimizdə tərcümə özü də. Bunu da götürəndə yadıma nə düşdü? Bunu deyim, sənə təqdim edir. Dedim, burada lazım olar, bunu ehtiyatçı götürürəm ki, bir də. Bax, görürsün ki, düşdü yerinə. Sənə də 3 dənə Quran. Amma bu sözü də deyirəm ki, bu sözü də deyirəm sizə ki, mənim bir dənə dostum var, bunu özü danışım mənim üçün. Deyir, mən bir şəhid ailəsinə gedmişdim. İnan vallaha, mənə üçün danışım. Bir şey ruhanıdır. Sonra namaz vaxtı dedim ki, bəs burada bir otaq, harada namaz qılım, namazımı var, şəhid ailəsində. Dedilər ki, şəhid oğlanın öz otağında. Onun öz otağı var. Deyir, mən də dəstəmaz aldım, girdim. Deməli, belə pərdələr yoxdur, deydə. Başladım namaza, namazın əsnasında qutarırdım, namazın axırları idi. Deyir, gördüm ki, öyün pərdə, bu belə pərdə getdi bu yana. Ancaq adam yoxdur. İnanın Allah, o deyir şəhidlər. Şəhidlər diri də ölməz. Allah deyir, uyanda bən əhya bəyə qardaş ayəni oxudu ya. Və la təqulu limən yuxtəlu fi səbilillah ənvat bəl əhya və lakin la təşurun. Allah deyir ki, Allah yolunda, din yolunda, vətən yolunda öldürülənlərə, ölənlərə demir ha, öldürülənlərə ölü demir. Bəl əhya. Onlar diridirlər. Dalına bax. Və lakin la təşurun. Amma siz onların diriliyini, şuurluğu çatmır, dərk edəmirsiniz. Həmin sözdür. Deyir, qoqutarım sözümü, deyir, pərdə getdi, deyir, tər bastı mənə ki, adam yoxdur. Ancaq pərdə çəkildi bələdçiyinə. Qaldım belə şəkdə. Gördüm ki, bayırdan, ləzzətlidir ya Kənan mənim. Gördüm ki, o zamanda pərdə gedəndə təəccüb edim, öz başına pərdə necə gedə bilər, bu ola bilməz. Mənim gözümü belə görsəmdi, gördüm ki, bayırdan, otağın qapısından şəhidin bir oğlu var idi, bir qızı. Qız dedi qardaşına ki, qaqaş, atamızın iyi gəldiysə, atamız otaqdadır. Ətri gəl burnuma. Buna görə şəhidlər buradadır, sənin oğlun da buradadır, hamısı buradadır. Buna görə çox sağ ol, bu Quran sana... Siz sağ olun, Allah sizə bizim bugün tanışdıq. Qurban müəllimin canı sağ eləsin. Əhsən. Bu Quran Azərbaycan dilindədir. Hələ bizdən sizə hədiyyə oğlumun da bütün şəhidlər Allah sizə ömür versin. Allah canını sağ olsun. Tələsməyəcəksin. Allah rəhmət. Allah razı olsun. Var olun. Allah sizə can sağlığı versin. Borcumuzdur biz eləmək. Allah hamımız əzizimizsiniz. Sizin nökərinizdir. Mən şəxsən sizin nökərinizəm. Əlimdən nə gəlsin? Allah bu adamla ölsək olsun. Quran-ı Kərimdə belə bir ifadə var. Təbərrük. Təbərrükün də mənası odur ki, təbərrük mübarək, bərəkətli mənası var. Eyni kökdən gəlir bu sözlər. Təbərrük. Doğrudan da məsələn bir adam gedir Məkkəyə, oradan bir təbərrük təsbih götürür, təbərrükdür. Kərbəlaya gedir Məkkədə möhür götürür, İmam Hüseyn. Ona deyirlər bizdə təbərrük. Öpüb bunu Füzuluna Allah qəni-qəni rəhmət eləsin. Deyir Kərbəla elə bir torpaqdır ki, Kərbəlada yatan hər halda ikən torpağa dönsə də düşməz də yerdən. Torpağın götürüb təsbih edərlər. Keçər şərafətlə bir-birlərlərdən. Yəni Kərbəlada torpağa gedən torpağa qarışır. İmam Hüseynin torpağı olduğuna görə ondan möhür düzəldirlər. Həmin insanın da hissəsi o qarışır. Onu təsbih olanda onu öpürlər, qoyurlar gözləri. Möhür olanda öpür qoyur. Bu ona deyilən mübarək, bərəkətli, təbərrük. Quran-ı Kərimdə 5 dənə şeyə təbərrük deyilir. İndi uzun söhbətli olaraq demirəm, ancaq onu demək istəyirəm ki, bugünkü təbərrükümüz qeyri-adi bir təbərrükdür. Çünki Mehdi müəllim, Mehdi Hüseynzadənin bacısı oğludur. Çox maraqlı sözdür, hamımız qulaq asayıq. Mehdi Hüseynzadənin üzüyü onun barmağındadır, göstərəcək. Siz də danışıqsanı deyil, necə? Deməli, bu necə oldu? Bu üzüyü hazırlamışdılar. Fikə xanımın bir dənə böyük, deməli, imperial sikkəsi var idi.
Onu deməli əritdilər və bu üzüyü düzəltdilər ki, Mehdi müharibədən sonra qayıdanda onun bir gözaltısı var idi. Nişan aparsınlar və bunu Mehdi üçün hazırlamışdılar. İndi belə oldu ki, qismət olmadı da, Mehdi qayıtmadı. İndi həyatdır da, mənim vaxtım gəldi. İndi mən evlənməli idim. Anam da məni çağırdı, dedi ki, bilirsən, dayıva qismət olmadı. Mən bu üzüyü sənə verirəm, sən bunu göz bəbəyin kimi saxla günə. Heç yerdə itirmə, nə bağlı. Mən dedim, ay mama, sən nə danışırsan? Bu üzüyü itirmək olar. İnanırsınız, hərdən yadımdan çıxır, hardasa qoyuram. Dəli kimi gəzirəm otaqları ki, mən bunu hara qoymuşam, baxın, mən burada çıxartmışam. Haçandan haçana tapıram, hələ bil ki, ürəyim sakitləşir ki, tapmışam. Allah canım sağ olsun. Bu ürəyi çox, üzüyü çox belə... Bir də baxın bunu. Yaxınlama. Özdə ki, toşlu mənim barmağıma oturur. Ölçüsü var. Ölçüsü hələ bil ki, bir... Bu da ilahının Ruhu şad oldu. Çox qəşəng bu doğrudan böyük xatirə oldu, gözəl, əziz. O günləri Mehdinin kitablarına bağıranda şey edirəm, necə deyirlər, yoxlayıram ki, görüm yerindədir, yerində deyil. Deməli, əlimə bir dənə kitab düşüb, düzdür, rus dilində idi. Latinskaya qrammatika. Mən fikirləşdim ki, bu latin dili onun neyinə lazımdır. Sonra başa düşdüm. Sən demək, latin dili əksəriyyət tibb işçiləri işlədirlər də. Latin dilində resept yazırlar, latin dilində xəstəliklərin adları latin dilindədir. Sonra belə bir fikir gəldi ki, bu deməli latin qrammatikanı, bu latin dili İtalyan dili ilə çox bir-birinə oxşayır, çox yaxındır. Çox yaxındır. Ola bilsin, ona görə də Mehdi partizan düşərgəsində olanda o İtalyan dilini çox tez öyrəndi. Sonra deməli, hərdən soruşurlar ki, Mehdi bu alman dilini necə olub ki, belə mükəmməl bilib. Sən demə, Mehdinin müəlliməsi məktəbdə özü alman idi. Deməli, Bakı almanlarından idi. O ilə deməli, şəxsi belə öz otağında oyla dərs keçirdi. Məktəb qutarandan sonra Mehdini çağırırdı ki, idi suda, budum zanimatsı. Ona görə də Mehdi alman dilini çox təmsil. Mükəmməl. Almanlardan yaxşı bilir. Özdə ki, onlarda bilirsiniz necədir, hər vilayətin öz ləşkəsi var. Onu da öyrətdi ona. Onu da öyrətdi. Onu da öyrətdi. Mehdi vəbşə əldən çox zirəki idi. Onun bir dostu vardı, Mürsəl Nəcəfov, rəssam. Onlar birinci sinifdən axıracan bir partada oturublar. Çox yaxın dost idilər. O belə bir məzəli əhvalatı danışır mənə. Deyir ki, oturmuşuq sinifdə, müəllim gəldi. Müəllim də ki, kim idi? Süleyman Sani Axundov. Onların direktoru. Allah rəhmət eləsin. Onların direktoru idi, məktəbin direktoru. Qoca kişi idi, gəldi, oturdu, jurnalı götürdü, başladı siyahıya baxmağa. Əvvəl bir oğlanın adını çəkdi, dedi ki, gəlsin Doskaya. Mehdi də starosta idi. Mehdi durdu ki, bilirsiniz, müəllim, o bugün gəlməyib, xəstədir. Ancaq çox yaxşı oğlandır. Siz bilirsiniz onu, həmişə dərsindən 5 alıb, siz onu həmişə tərifləndirirsiniz. Şimdi Süleyman müəllim baxdığında dedi, yaxşı, otursun. Sonra Mehdinin adını çəkir ki, Hüseynzadə Mehdi, gəlsin Daskaya. Bu gələn də dur ki, bilirsiniz, havalar soyuqdur, Mehdi də xəstələnib, o da gəlməyib, bilirsiniz, onun da deməli temperaturası qalxıb, şimdi pasteldədir, gələ bilməyib. Birdən Süleyman müəllim deyir ki, o hansı oğlandır?
Mehdi dedi ki, baba burada otururdu, bu birinci partada. Həmişə sizin dərsinizdə özünü yaxşı aparırlar. Birdən Süleyman müəllim dedi ki, o xuliqan, o özünüdür, pis aparan, yok onu bir de iki yıl. Deyir ki, bir gülmeyi tutmuşdu. Ama gülür de Süleyman müəllim deyir ki, ne olub sizə, ne xəbər? Uşaqlar dediler, elə özüdür. Özü de. Doktor Allah canını sağ olsun. Allah senden razı olsun. Allah sana ömür versin. Allah sana veren ömrü yaxşı yaşasan, ağrımayasan. Allah sana, biz seninle fəxr edirik. Çok sağ ol. Biz seninle fəxr edirik. Sevinirik. Ne yaxşı ki sen varsan doktor. Siz onu bilirsiniz ki, ben Heydər Əliyevə həkim olmuşam. Yok. O tədbir olanda, bu kartej, maşınlar kartej gedəndə axırıncı maşın sanitar bir maşın idi. Bizim deməlilik komissiyanın skorusu idi. Orada mən pastayan otururdum. İnanırsınız, mənim dokumentlərimi 3 gün ərzində baxdılar. Dedilər ki, familiya Azizbekov, imя Мехти, значит, родственник Мехти Кусейнзаде, родственник Мешади Азбекова. Все, никаких вопросов. Сразу qol çəkdilər ki, mən deməli orada işləyə bilərəm. Olursuların ki, 3 aylarla, 4 aylarla yoxlayırdılar. Allah rəhmət Güzel, Allah rahmet eylesin. Bu neyse, asakal demək Yo, istiyorum. Alman dilində görə deyəcəm. Mən birinci sinifə getməyən dərdə Alman dilini mən bilirdim. Niyə? Çünki evdəkilər dərsə gedənlər idi. Mən qardaşlarım içərisində balacaydım. Mən artıq birinci sinifə gedəndə Alman dilində yazırdım, sərbəst oxurdum. Və inanın, Alman dilini mən sərbəst bilmişəm. İntihası ağıl işləmif ki, bu dili unutmayasan. O kənddən, öz kəndimizə gələndə mən 2 il dərs demişəm. 9-8 siniflərdə, çünki Alman dili müəllimi təhsilli müəllim deyil idi. Plen düşmüşdü, o plenit Alman dilini öyrənmişdi və dərs keçən o idi. Dərsə girəndə deyirdi, qurban dərsi keçir. Allah canınızı sağ. Mən elə bilirəm ki, Allah hamımızdan razı olsun, sizin icazənizlə, sizin razılıqlarınızla. Deməli, mən istəyirəm ki, bu məclis qeyri-adi meclisdir. Məktəbatda birinci dəfədir. Mehdi Hüseynzadə üçün söhbətlər də qeyri-adidir, tanışdıqlarımız da hamısı ilahi tərəfdən maraqlıdır, qeyri-adidir, yəni hikmətlidir, maraqlıdır. Mən istəyirəm bu məclisin, kimin də sözü var, yəni deyər. Bu məclisin axırında mənə icazə verir. Sizdən bu məclisi elə qutarım ki, heç yerdə meclis belə qutarmır. Axırını belə bir qutarım. Mən bir kəlmə söz deyim, yox, bir kəlmə söz deyim. Mən Emin müəllimə zəng vuranda dedim ki, heyf iştirak eləmə. Öz fikirlərimi dedim, and olsun Allah öz peşmançılığını ifadə elədi ki, heyf vacib işlər var idi, gələ bilmədi. Hətta mən sürən gecə o ilə danışırdım. Mən dedim, mütləq mənim burada olar. Dedi, işlərim var. Çox vacib. Dedi, çox vacib. Dedi, mənə də dedi. Çox sağ ol, saqqal, hamımız sağ. Bir dənə hamımız durayıq, burada sırayla deyək. Mən bir dua oxuyayım şəhidlərimizə. Dua oxuyacağım, ziyarət duası. Sonra hamımız razı keçək. Onu demək istəyirəm ki, sən qıraqda deyəm, şəhid. Ev yoxdur. Məclisin nə qıraqda? Hamımız. Düzünə? Yəni fikrim nədir? Fikirləşdik bu məclis hələ doğrudan qeyri-adi bir məclisdir. Burada bir başqa bir qayda ilə qutarayım bunu. Bu məclislərdə belə olur, burada da olacaq. Yəni nədir bu? Bəyada gələndə orada yolda dedim ki, biz bilirik ki, Mehdi Hüseynzadə, Mehdi adı bizim 12-ci imamımızın adıdır. İmam Mehdi sahib zamanın adıdır. Və ətrafda olan nə qədər imamlarımız var, peyğəmbərlərimiz var, hamısı da şehid olurlar. Bütün şehidlərin, o duanın içində bir söz var, bütün nə qədər şehidlər var, onların bir salam verəcəkdir. Mən bəkdən deyəcəm, siz qulaq açırsınız, kim də bilir, ürəyində deyə bilər. Hamısına ümumi salam verəcək. Bismillahirrahmanirrahim. Esselamu aleyke ya Eba Abdillah. Esselamu aleyke ya ibn Resulillah. Esselamu aleyke ya ibn Amiril Mü'minin. وابن سيد الوسيين السلام عليك يا ابن فاطمة الزهراء سيدة نساء العالمين السلام عليك يا ابن فاطمة الزهراء سيدة نساء العالمين السلام عليكم يا جميع الشهداء على الخصوص باب الحوائج أبو الفضل عباس السلام عليك يا غريب الغرباء
Esselamu aleyke ya mu'inez zu'afa. Esselamu aleyke ya esirel a'da. Esselamu aleyke ya sultan-ı Khorasan, ya Ebel Hasan, ya Ali ibn Musa Rıza, ruhuna feda. Esselamu aleyke ya Mehdiye sahibel zaman. Esselamu aleyke ya halifeter Rahman. Esselamu aleyke ya şerikel Kur'an. Esselamu aleyke ya imamel insi vel can. Eccelallahu ferecek ve sahhalallahu mehrecek cemiyen ve rahmetullahi ve berekatü. Bütün şehitlerimizin ruhi şad. El-Fatiha. Yok. Allah rəhmət. Bir daha xahiş edirəm, hamınız. Mən kimi deyiləm də sizə də gəlir yaxın. Mehdi birinci sən gəl. Biz görüşəcək, gəl, mən deyəcəm. Allah qəbul etsin, Allah rəhmət etsin deyən yana. Çekir. Şehidin atasını deməsin ki, qıral, gəl bura. Biz görüşürük. Allah qəbul etsin. Həm başsağlığı kimi, Allah rəhmət. həm də sən onunla görüş. İndi deyəndə. Hələ belə görüşür. Gəlin, ağsaqqallar gəlsin. Gəl. Allah qəbul etsin. Belə görüşür, get bunu yandırsın. Allah qəbul etsin. Gözəl insanlar, Allah canını sağ bilirəm. Görüşək, sağ ol, çox sağ olun. Sağ ol, çox sağ ol. Allah salamat və hamınızı. Çox sağ ol, var olasın. Allah sənə marş qəşəng. Çox gözəldir bu sözlər. Çox sağ olun, Allah sizə cansın. Görüşək, çox sağ olun. Hər il. Bəli, Allah razı olsun, çox sağ olun. Görüşürük. Çox sökən olsun, Allah canını sağ ol, minnətlər ol, çox sağ ol. Allah canını sağ olasın, Allah köməyin olsun, sən qəşəngdir. Allah var olasın, çox sağ ol, sizin salamat. Hələ indi burada. Tələsmə. Reglamenti gözlüyor. Görüşünün axıra qədər. Axıra qədər. Bir dənə var indi ağsaqqallar, necə düzəldək şəkili, hamımız diyanaydı öyrəsində. Siz necədir, söz burada, necə var? Bir daha bakın çekil abi. Ya bu bütün seksiyonun hamısını yaxından. Sonra birləşdirəcək. Allah rəhmət eləsin. Allah rəhmət. Allah rəhmət eləsin. Allah rəhmət. Allah rəhmət.